Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzumuz atmosfer yağıntıları, yağıntıların paylanması, həmçinin yer səthində buxarlanma qabiliyyəti, bunlar haqqında məlumatımız olacaq. Deməli, gəlin ilk öncə diqqət yetirək. İlk öncə buxarlanma nədir ona baxaq. Biz bilirik ki, yer səthində su və quru hövzələri mövcuddur. Buxarlanmanın baş verməsi üçün təbii ki, ilk şərt birincisi günəş işığının olması, həmçinin digər şərt isə, demək günəş şüalarının olması, digər şərt isə təbii ki, su hövzələrinin olmasıdır. Çünki su olmasa təbii ki, buxarlanma baş verə bilməz. Əlbəttə ki də buludlar yaranan zaman ilk öncə günəş şüaları suyu qızdırır, su buxarlanır, buludlar yaranır və küləklər bu buludların bir hissəsini həmçinin quru sahələrinə aparır. Və beləliklə həm quruya, həm də su ərazilərə yağıntılar yağır. Bəs gəlin görək sizinlə ilk öncə görək buxarlanma nədir, buxarlanma qabiliyyəti nədir? Gəlin bu anlayışlarla tanış olaq. Deməli, biz ilk öncə buxarlanma anlayışına baxsaq, baxın yazıram, buxarlanma. Buxarlanma təbii ki, yer səthində faktiki olaraq nə qədər su buxarı, yəni buxarlana bilirsə, biz buna buxarlanma deyirik. Təbii ki, buxarlanmanın baş verməsi üçün nəyə ehtiyac var? Həm temperatur yüksək olmalıdır, yüksək temperatur, həmçinin su hövzəsi. Yəni ki, buxarlanmanın baş verməsi üçün yəni əgər buxarlanmanın çox olmasından danışırıqsa, həm temperatur yüksək olmalıdır, həm də geniş su hövzələri olmalıdır ki, buxarlanma çox olsun. Təbii ki, bəs dünyada buxarlanma harada çox olar? Yadda saxlayaq ki, buxarlanmanın miqdarının maksimum qiyməti tropikin dənizlərində baş verir. Yəni, tropik dəniz iqlim tiplərində baş verir. Çünki biz bilirik ki, tropik hava kütlələri, yəni isti hava kütlələridir. Bunlar dənizlər üzərində suyun buxarlanmasına və buxarlanmanın daha böyük miqdarda baş verməsinə səbəb olur. Ona görə yadda saxlayaq ki, buxarlanmanın maksimum qiyməti tropikin dəniz iqlim tipində baş verir. Minimum tipi isə, buxarlanma isə daha doğrusu tropikin səhralarında baş verir. Bəs bu niyə belə olur? Tropik səhralarda biz bilirik ki, kifayət qədər yüksək temperatur var. Lakin biz bilirik ki, buxarlanmanın baş verməsi üçün təkcə temperatur kifayət eləmir. Buxarlanmanın baş verməsi üçün həm də mütləq və mütləq su hövzəsi mövcud olmalıdır. Amma səhralarda biz bilirik ki, temperatur yüksək olsa da buxarlanmağa belə deyək, su azdır. Ona görə də tropik səhralarda yadda saxlayaq ki, buxarlanmanın qiyməti minimuma enir. Yəni, ən çox buxarlanma tropikin dəniz iqlim tipində, həmçinin bundan başqa biz ekvatoral əraziləri biz göstərə bilərik ki, bu ərazilərdə buxarlanma daha çoxdur. Lakin tropik səhralarda, həmçinin qütb ətrafı ərazilərdə buxarlanma miqdarı azdır. Bəs qütb ətrafı ərazilərdə buxarlanmanın miqdarı niyə görə azdır? Burada su hövzələri olsa da, havanın temperaturu soyuq olduğu üçün, günəşin düşmə bucağı kiçik olduğu üçün buxarlanma baş verə bilmir və nəticədə yadda saxlayaq ki, daha doğrusu ən az buxarlanma ilk öncə tropikin səhralarında, sonra isə qütb ətrafı ərazilərdə olur. Məsələn, biz bu ərazilərə xəritələr üzərində baxsaq, dedik ki, buxarlanmanın minimal qiyməti səhralıq ərazilərdə. Baxın, görürsünüz, Böyük Səhra, Liviya səhrası, həmçinin tutaq ki, Cənubi Amerikada Atakama səhrası, tutaq ki, Şimali Amerikada Kaliforniya yarımadası və onun şimalında yerləşən Moho, Sonor və s. kimi səhralar, həmçinin Afrikanın cənubunda Kalahari Namib səhraları, Avstraliyanın bütünlüklə mərkəzi hissəsi biz bilirik ki, əsas səhralardan təşkil olunmuşdur. Həmin Qaraqum, Qızılqum, Hipson, Sipson səhraları, həmçinin Ərəbistan ərazisindəki səhralar, həmçinin Mərkəzi Asiyada yerləşən səhralar və s. Yəni, bu ərazilərdə buxarlanmanın miqdarı çox aşağı olacaqdır. Həmçinin qütb ətrafı ərazilərdə, xüsusən Şimal Buzlu Okeanında yerləşən adalarda, yadda saxlayaq ki, Şimal Buzlu Okeanında yerləşən adalarda, həmçinin cənubda Antarktida materikində, bu ərazilərdə də havanın
belə deyək, miqdarı havanın temperatur şəraiti çox soyuq olduğu üçün burada buxarlanma baş verə bilməyəcək. Ona görə də buxarlanmanın ən az qiyməti yadda saxlayaq ki, birinci tropik səhralarda, daha sonra isə qütb ətrafı ərazilərdə baş verəcəkdir. Buxarlanmanın maksimum qiyməti isə yadda saxlayaq ki, tropikin dəniz iqlim tipində. Məsələn, bax görürsünüz bu 3B ilə göstərilən ərazilər, xüsusən məsələn Mərkəzi Amerika ərazisi, Afrikanın həm qərb, həm şərq sahilləri, Madagaskar adasının bir hissəsi, həmçinin biz Cənubi Amerikanın həm şərq, həm qərb sahillərində, yəni bunu görə bilərik. Avstraliyanın şərq hissələrində, həmçinin Hind okeanında, yəni bir sözlə hansı ki ərazilərdə tropik havanın, yəni hansı ki dəniz tipi mövcuddur, tropik iqlimin dəniz tipi mövcuddur, bu ərazilərdə buxarlanma maksimum həddə çatacaq. Yadda saxlayın, maksimum. Yəni buna səbəb nədir? Çünki dənizlərdə kifayət qədər, yəni su var və havanın temperaturu tropikin dəniz iqlim tipində çox yüksək olduğu üçün bu ərazilərdə təbii ki buxarlanma çox yüksək səviyyədə olacaqdır. Buxarlanmanın digər çox olduğu ərazilərə isə biz təbii ki ekvator boyu əraziləri, Amazon ovalığın, Kongo hövzəsinin, həmçinin Cənub-Şərqi Asiyada yerləşən adalar və s. bu kimi ərazilərdə təbii ki buxarlanmanın miqdarı daha çox olacaqdır. Amma təbii ki bizdən soruşsa ki buxarlanmanın ən böyük qiyməti, biz burada təbii ki tropikin dəniz iqlim tipini yəni müəyyən etməliyik ki, bu ərazilərdə buxarlanmanın maksimal qiyməti olur. Bir də var mümkün buxarlanma. Bayazdan burada mümkün buxarlanma. Mümkün buxarlanma isə təbii ki hava şəraitində maksimum nə qədər buxarlanma baş verə bilər? Buxarlanma baş verə bilər. Biz buna mümkün buxarlanma və yaxud da buxarlanma qabiliyyəti deyəcəyik. Yadda saxlayaq ki, mümkün buxarlanmanın ən böyük qiyməti səhralardadır. Niyə? Yəni yadda saxlayaq ki, mümkün buxarlanma sadəcə olaraq hava şəraiti maksimum nə qədər suyu buxarlandıra bilər. Yəni buxarlandırır yox, faktiki nə qədər buxarlandırması buxarlandırmadır. Amma hava şəraiti nə qədər suyu buxarlandıra bilərdi? Bu təbii ki adlanır buxarlanma qabiliyyəti. Yadda saxlayaq ki, buxarlanma qabiliyyəti ən çox səhralardadır. Düzdür, səhralarda su olmadığı üçün buxarlanma getmir. Yəni buxarlanma çox zəif gedir. Amma buxarlanma qabiliyyətinin ən böyük qiyməti səhralıq ərazilərdədir. Bunun da səbəbi havanın çox yüksək temperatura malik olmasıdır. Hava çox yüksək temperatura malik olduğu üçün burada yəni yer səthində 1 sm kvadratda maksimum buxarlanma baş verə bilər. Təbii ki su olsa baş verə bilər. Amma su olmadığı üçün burada buxarlanma baş vermir. Lakin buxarlanma temperaturu çox yüksək olduğu üçün buxarlanma qabiliyyəti çoxdur. Yəni bir sözlə yadda saxlayaq ki, mümkün buxarlanma temperaturu maksimum olan ərazilərdə özünü göstərir ki, yəni bu ərazilərin buxarlandırmaq üçün çox böyük potensialı var. Ona görə ən böyük belə deyək, buxarlanma qabiliyyəti biz səhralıq ərazilər, tropikin səhra tiplərini götürəcəyik. Təbii ki, buxarlanmanın ən kiçik qiyməti isə, buxarlanma qabiliyyətinin daha doğrusu, ən kiçik qiyməti isə qütb ətrafı ərazilərdə olacaq. Bəs buna səbəb nədir? Qütb ətrafı ərazilərdə biz bilirik ki, havanın temperaturu çox soyuqdur. Havanın temperaturu çox soyuq olduğu üçün bu soyuq hava şəraitinin buxarlandırma üçün belə deyək də, yəni imkanı yoxdur. Yəni hava çox soyuq olduğu üçün buxarlanma çox zəif gedəcəkdir. Ona görə də yadda saxlayaq ki, buxarlanma qabiliyyətinin maksimum qiyməti tropik səhralarda, minimum qiyməti isə qütb ətrafı ərazilərdə olacaqdır. Baxın, bir daha qarışdırmayaq, bir daha qeyd edirəm. Yadda saxlayırıq ki, deməli, buxarlanmanın ən böyük qiyməti, tropikin dənizində, ən az qiyməti isə tropikin səhralarında baş verir. Mümkün buxarlanma və yaxud da buxarlanma qabiliyyətinin isə ən böyük qiyməti səhralarda, ən kiçik qiyməti isə qütb ətrafı ərazilərdə baş verir. Təbii ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında ən böyük fərq səhralardadır. Niyə? Çünki səhraların buxarlanma qabiliyyəti çox böyükdür. Yəni, onların temperaturu bu ərazilərdə çox yüksək olduğu üçün, çox, belə deyək, əgər su olarsa çox buxarlanma baş verə bilər. Yəni, buxarlanma qabiliyyəti ən böyük tropik səhralardadır. Amma təbii ki, bu ərazilərdə buxarlanmaq üçün su olmadığı üçün buxarlanma çox zəif gedir. Ona görə də
Bu ərazilərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq çox böyükdür. Yəni bizə suallar düşsə ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin böyük olduğu əraziləri seçin. Təbii ki, biz götürəcəyik hansı ərazilər? Tropik əraziləri. Bəs desək ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqin kiçik olduğu ərazilər seçin. Bu zaman məsələn biz ekvatorial əraziləri götürə bilərik. Çünki ekvatorial ərazilərdə buxarlanma da çoxdur, buxarlanma qabiliyyəti də böyükdür. Və yaxud da qütb ətrafı əraziləri götürə bilərik. Qütb ətrafı ərazilərdə həm buxarlanma qabiliyyəti aşağıdır, həm də buxarlanma aşağıdır. Yadımızda saxlayaq ki, bu məqamlara diqqət yetirək. Və biz qeyd etdik ki, yer səthində temperaturun təsiri nəticəsində buxarlanma baş verir və nəticədə biz dedik nələr əmələ gəlir? Buludlar. Yadda saxlayaq ki, buludların 3 növü var. 1. Laylı buludlar. 2. Topa. 3. Lələşli və yaxud da lələşvari buludlar. Bu gördüyümüz buludlar əsasən laylı buludlardır. Yəni yadda saxlayaq ki, laylı buludlar qızmış havanın tədricən yuxarı qalxması nəticəsində yaranan buludlardır. Təqribən 2 kilometr yüksəklikdə formalaşırlar. Bundan müəyyən qədər yuxarılarda da formalaşa bilərlər. Amma əsasən 2 kilometr yüksəklikdə formalaşırlar və isti havanın yadda saxlayaq tədricən yuxarı qalxmasından formalaşır. Laylı buludlar özləri də 2 qrupa bölünür. 1. Laylı topa buludlar və laylı yağış buludları təbii ki olaraq 2 qrupa bölünür. Yadda saxlayaq ki, laylı buludlardan əsasən çiskin yağışları yağır. Uzun müddətli bir prosesdir. Yəni bu buludların baş verən yağıntılar əsasən müəyyən qədər uzun müddət davam edir. Lakin leysan xarakterli yox, yadda saxlayaq ki, əsasən çiskin xarakterli yağıntıların baş verməsinə səbəb olur. İkinci bir bulud növü gördüyünüz kimi bu buludlar topa buludlardır. Yadda saxlayaq ki, topa buludlar hardasa yer səthindən 6 kilometr hündürlüyə qədər və yaxud da ondan biraz yuxarıda da ola bilər hündürlüklərdə formalaşırlar. Topa buludlar isə yadda saxlayaq ki, isti havanın sürətlə yuxarı qalxmasından yaranır, sürətlə. Bu hava sürətlə yuxarı qalxdığı üçün daha hündür ərazilərdə topa buludların, baxın topa buludlar bu formada olur. Topa buludların əmələ gəlməsinə səbəb olur və topa buludlar əsasən yazın sonunda əmələ gəlir. Ən çox yazın sonu və yaxud da yayın əvvəllərində biz bu topa buludları görə bilərik və topa buludlar leysan xarakterli yağışların yağmasına, bax qeyd edirək, leysan. Əgər biz bilirdik ki, laylı buludlar daha çox çiskin xarakterli yağışların yağmasına səbəb olurdusa, topa buludlar isə daha çox leysan xarakterli yağışların yağmasına, yəni tez əmələ gəlməsinə və leysan xarakterli yağışların yağmasına səbəb olurdu ki, bu yağışlar daha intensiv olur və sel hadisələrinin və digər dağıcılı belə deyək, leysan xarakterli yağışların yağmasına səbəb olur və topa buludlardan həmçinin yadda saxlayaq dolu yağıntısı da düşür. Yəni dolular da daha çox topa buludlarda əmələ gəlir. Yer səthində formalaşan digər bir bulud növünə biz deyirik lələşli və yaxud da lələşvari buludlar. Lələşli buludlar yadda saxlayaq ki, yer səthindən təqribən 10-12 kilometr hündürlükdə yaranır. Yəni troposferin daha hündür hissəsində formalaşdığı üçün bu ərazilərdə, bu hündürlüklərdə hava şəraiti mənfi olur və buz kristallarından ibarət buludlar əmələ gəlir. Bu buludlar yəni şəffafdır və yağıntı vermir. Sadəcə olaraq səmanı belə deyilir, bir növ bəzəyirlər. Amma yadda saxlayaq ki, bu lələkli buludlar yağıntı vermir. Baxın qeyd edirəm. Yağıntı vermir və yenə deyirəm, əsasən səmadan naxış kimi, bəzək kimi görünürlər. Buz kristallarından ibarətdirlər və bir daha qeyd edirəm ki, hər hansı bir yağıntı baş vermir. İndi isə biz yağıntıdan danışsaq, yadda saxlayaq ki, yağıntılar iki cür formalaşa bilər. Bir, buluddan tökülən yağıntılar, yəni ki, buxarlanmış su buxarı yer səthindən yuxarı qalxaraq buludlar yaradır və buludlardan tökülən yağışlara biz belə deyirik, gözümüzlə yağmasını gördüyümüz yağıntılardır. Əsasən bunlar yağışdır, qardır, doludur. Digər bir
belə deyək, yağıntı növü isə birbaşa bulud yaratmadan birbaşa havadan çökən yağıntı növləridir ki, bunlara şeh, qrov və sırsıranı biz aid eləyə bilərik. Deməli, belə deyək də, buluddan gələn yağıntı növlərinə biz ilk öncə yağışdan danışa bilərik ki, təbii ki, yağış yer səthinə buluddan maye formasında gələn kondensasiya prosesi nəticəsində əmələ gələn yağıntı növü yağışdır. Yəni, belə deyək, su buxarı yuxarı qalxan zaman kondensasiya baş verir və su damcıları əmələ gəlir, onlar birləşir, böyüyür və yer səthinə doğru hərəkət etməyə başlayırlar ki, bu zaman maye formasında yer səthinə düşən yağıntıya biz təbii ki, yağış deyirik və yağış əsasən müsbət hava şəraitində baş verir. Yəni, havanın müsbət olduğu şəraitdə yağıntı əsasən, yer səthinə düşən yağıntı əsasən yağışdır. Yer səthində hava əsasən mənfi, yəni yer səthinə yaxın səthdə hava 0 dərəcədən aşağı olduqda su damcıları qar dənələrinə çevrilir və yer səthinə bərk formada düşən yağıntılardan biri yadda saxlayaq ki, qardır. Yəni, qar əsasən bərk formada yer səthinə düşür. Yəni, mənfi hava şəraitində yaranır və qar daha çox, belə deyək, qütb ətrafı ərazilərdə, mülayim iqlim səciyyəvi olduğu ərazilərdə qar daha çox yağır, amma təbii ki, subtropik iqlim qurşağında və digər iqlim qurşaqlarında da özünü göstərə bilər, amma ən çox yadda saxlayaq ki, qütb ətrafı ərazilərdə və mülayim iqlim şəraitində, mülayim iqlim qurşağının səciyyəvi olduğu ərazilərdə qar prosesi özünü göstərir. Hətta qütb ətrafı ərazilərdə qar əriməyə macal tapmır və bəzən bunlar buza da çevrilə bilir və yaxud da yüksək dağlıq ərazilərdə qar əriməyə macal tapmır və belə deyək, qar buza çevrilir ki, və biz buna qar xətti deyirik. Təbii ki, qütb ətrafı ərazilərdə, qütbə yaxın ərazilərdə qar xətti daha alçaqdan keçir. Yəni, hava şəraiti çox soyuq olduğu üçün, yəni havanın sıfıra düşməyi, hətta sıfırdan aşağı olması, hətta dəniz sahillərində belə ola bilər deyə qar xətti daha alçaqdan keçir. Amma ekvatora yaxın ərazilərdə, tropika yaxın ərazilərdə isə hava şəraiti çox isti olduğu üçün qar xəttinin formalaşması üçün mütləq hündürlük çox olmalıdır ki, temperatur sıfıra düşsün və qar xətti formalaşa bilsin. Deməli, digər bir yağıntı növü isə doludur. Biz dedik ki, dolu əsasən topa buludlardan yağan yağıntı növüdür və bu da əsasən, belə deyək, dolu yaz aylarında, xüsusən yaz aylarının sonunda və yaxud da yayın əvvəllərində, amma ən çox yaz aylarında və payızın əvvəllərində biz dolu prosesini görə bilərik və dolu təbii ki, qızmış havanın sürətlə yuxarı qalxan zaman troposferin yuxarı hissələrində -10, -15 dərəcəlik hava şəraiti ilə, yəni hava qatı ilə toqquşması nəticəsində, belə deyək, bu su buxarı bərk hala keçir, buz kristallarına çevrilir və nəticədə yer səthinə dolu düşür. Demək, bir daha qeyd edirəm, qar daha çox, deməli, qeyd etdiyimiz kimi qış aylarında, dolu isə daha çox yaz aylarında, əsasən yaz aylarında, payızın əvvəllərində, həmçinin yayın əvvəllərində düşə bilər. Bayaq da qeyd etdiyimiz kimi yer səthinə yəni gələn yağıntılar təkcə buluddan gəlmir, birbaşa havadan da çökə bilər. Yadda saxlayaq ki, daha çox axşamüstü və gecə saatlarında yer səthinə yaxın, yəni hava soyuq olduğu üçün, temperatur nisbətən aşağı olduğu üçün bu zaman hava yuxarı qalxıb bulud əmələ gətirə bilmir. Nəticədə birbaşa yer səthinə yağıntı, belə deyək, növləri çökür ki, bunlardan da biri şehdir. Yadda saxlayaq ki, şeh necə baş verir? Belə deyək, hava qalxa bilmir deyə, səhərə yaxın yer səthi temperatur itirir deyə yer səthi nisbətən soyuq olur və bu zaman su buxarı gəlib yer səthində bitkilərin üzərində və yaxud da hər hansı bir səthlərin üzərinə toxunur. Nəticədə kondensasiya baş verir və şeh yaranır. Yadda saxlayaq ki, şeh daha çox müsbət hava şəraitində yaranır və şeh daha çox yazın sonu və payızın əvvəllərində baş verir. Demək, bir daha qeyd edirək, şeh əsasən yazın sonu və payızın əvvəllərində baş verir. Demək, necə oldu? Axşamüstü və yaxud da gecə vaxtları yerə yaxın ərazidə havanın temperaturu aşağı olur. Ona görə hava qalxa bilmir və bu buxarlanmış su buxarı artıq yuxarı qalxıb bulud əmələ gətirmir. Birbaşa yer səthinə
çökür və yer səthində, bitkilərin üzərində və yaxud da torpaqda kondensasiya məruz qalır və şeh əmələ gəlir. Şeh əsasən bir daha qeyd edirəm, müsbət hava şəraitində yazın sonu və payızın əvvəllərində baş verir. Digər bir yağıntı növü isə qrovdur. Qrov bəzən bunu qış şehi də adlandırırlar. Qış şehi, yəni demək olar ki, qrovla şehin yaranma belə deyək, prosesləri eyni olur. Lakin qrovun yaranması üçün hava şəraiti yadda saxlayaq ki, 0 dərəcədən aşağı olmalıdır. Yenə də belə deyək, yuxarı qalxa bilməyən hava əsasən qış aylarında, yadda saxlayaq, qrov daha çox qışda əmələ gələr. Əsasən qış aylarında biz bilirik ki, torpaq daha soyuq olur, yer səthində olan cisimlər daha soyuq olur. Bu zaman belə deyək, yuxarı qalxa bilməyən hava yer səthinə doğru, subxarı yer səthinə doğru enir və ağacların üzərində, hər hansı bir cisimlərin üzərində bir buz təbəqəsi əmələ gəlir ki, biz buna deyirik qrov. Yəni bir daha deyirəm, şehlə qrovun demək olar ki, əmələ gəlmə prosesi eynidir. Sadəcə olaraq qrov daha soyuq, daha şaxtalı hava şəraitində əmələ gəlir. Daha çox qış aylarında biz qrovu görə bilərik. Deməli, yer səthində yenə də digər yaranan, havadan çökən yağıntı növlərindən biri də təbii ki, qrovdur. Daha doğrusu, üzr istəyirəm, sırsıradır. Sırsıra gördüyünüz kimi bu cür damlardan buzlar sallanır ki, biz bunlara deməli sırsıra deyirik. Yadda saxlayaq ki, sırsıranın da əmələ gəlməsi əsasən mənfi hava şəraitində su damcılarının və yaxud da dumanın donması nəticəsində əmələ gələn yağıntı növüdür. Buna da yadda saxlayaq, daha çox mənfi hava şəraitində, daha çox qış aylarında biz buna rast gələcəyik. Həmçinin digər bir belə deyək, yer səthinə çökən havadan gələn yağıntı növlərindən biri də təbii ki, duman olacaqdır. Yağıntıların paylanmasına isə gəldikdə, təbii ki, biz bilirik ki, yağıntıların paylanması coğrafi mövqeydən, küləklərin istiqamətindən, relyefin xüsusiyyətindən və okean cərəyanlarının təsirindən asılı olan bir prosesdir. Yəni, yağıntılar həm dağın ətəyindən zirvəsinə doğru, həm də ki, ekvatordan qütblərə doğru paylanması fərqlidir. Yadda saxlayaq ki, birinci ekvatoral enliklərə diqqət yetirsək, bura qeyd eləyək, deməli, ekvatorial ərazilər. Ekvatorial ərazilərə demək olar ki, il ərzində yağıntıların düşmə miqdarı çoxdur. Çünki yadda saxlayaq ki, ümumiyyətlə təzyiqlə yağıntı yəni bir-birindən çox asılı olan prosesdir. Yəni təzyiq nə qədər aşağıdırsa, orada qalxan havadır. Biz bilirik ki, ekvatorial ərazilərdə alçaq təzyiq və qalxan hava şəraiti özünü göstərdiyi üçün burada il ərzində yağıntıların miqdarı çoxdur. Yəni yağıntıların miqdarı təqribən 2000-3000 millimetr arasında dəyişir və burada il boyu qalxan hava və yağışlı hava özünü göstərir. Yəni bu ərazilərdə yağıntıların miqdarı çoxdur. İkinci, tropik biz enliklərə baxsaq, tropik enliklərdə söhbət tropikin səhrasından gedir. Bilirik ki, bu ərazilərdə yüksək təzyiq və enən havadır. Yəni, əgər təzyiq yüksəkdirsə, mütləq enən hava baş verməlidir. Enən hava şəraitində də təbii ki, yağıntıların miqdarı çox az olur. Hardasa 50-100 mm, bəzən bundan biraz çox ola bilər. Hətta bundan az da ola bilər. Bəzi ərazilər var ki, ümumiyyətlə yağıntıların miqdarı 10 mm və ondan aşağı da ola bilir. Məsələn, Atakama səhrası dünyanın ən quru ərazisidir. Bəzi hallarda heç bura yağıntı düşmür uzun illər. Daha sonra biz mülayim enliklərdən danışsaq, biz bunları iqlim mövzusunda daha ətraflı deyəcəyik. İndi qısa şəkildə qeyd edirik. Mülayim enliklərdə təbii ki, biz bilirik ki, mülayim enliklərdə də qalxan hava özünü göstərdiyi üçün burada da yağıntının miqdarı çoxdur. Yağıntının miqdarı təqribən 700-1000 mm arasında dəyişəcəkdir. Qütb ətrafı enliklərdə isə, yazıram da, qütb enlikləri. Qütb ətrafı enliklərində isə biz bilirik ki, hava şəraiti çox soyuqdur. Ona görə burada buxarlanma gedə bilmədiyi üçün burada yüksək təzyiq və enən hava özünü göstərir. Ona görə də qütb ətrafı ərazilərdə də yadda saxlayaq ki, yağıntıların miqdarı az olur, hardasa 50 mm civarında olur. Buna da səbəb təbii ki, buxarlanmanın az olmasıdır.
Dünyada maksimum ən çox yağıntı düşüb, ya da maksimum ən çox yağıntı düşüb Hindistana. Hindistanda deməli Cherrapunji məntəqəsinə. Cherrapunji məntəqəsinə. Buna da səbəb nədir? Təbii ki, Himalay dağları Hind okeanından gələn hava kütlələrinin qarşısını alır və ən çox da yağıntı, belə deyək də, Hindistanda Cherrapunji məntəqəsinə düşüb. İndiyə kimi təqribən 23 min millimetr yağıntı düşmüşdür. Yəni bu da çox yüksək yağıntı hesab olunur. Amma orta illik yağıntıların miqdarı, bax qeyd edək, orta illik yağıntıların miqdarı, yadda saxlayaq ki, ən çox hansı ərazilərdə olacaq? Təbii ki, Havay adalarında. Havay adaları. Bir daha deyirəm, dünyada maksimum indiyə kimi ən çox yağıntı düşüb hara? Hindistanda Cherrapunji məntəqəsinə. Amma hər il orta illik yağıntıların miqdarı harda çox olur? Təbii ki, Havay adalarında. Havay adalarında da il ərzində təxminən 14 min millimetr yağıntı düşür ki, bu da yəni yağıntının çox olduğunu göstərir. Dünyada ən az yağıntı isə yadda saxlayaq ki, Atakama səhrasına düşür. Yəni biz bilirik ki, bu ərazi dünyanın ən quraq yeridir və bəzən olur ki, ümumiyyətlə bu ərazilərə yağıntı düşmür və bu ərazilərə belə deyək, yağıntının düşmə ehtimalı çox aşağıdır. Həmçinin şaquli vəziyyətdə də yəni yağıntıların miqdarı dəyişir. Əsasən dağın ətəyindən, bax burada alçaq dağlıqdan orta dağlığa doğru buludluğun çoxalması ilə yağıntı artır. Orta dağlıqdan yüksək dağlığa doğru isə buludluq azaldığı üçün yağıntı da azalır. Yəni alçaq dağlıqdan orta dağlığa doğru yağıntıların miqdarı artır. Orta dağlıqdan yüksək dağlığa doğru isə əsasən yağıntıların miqdarı azalır. İndi isə biz sizinlə havanın rütubətliliyinin təyin edilməsi ilə danışsaq, biz bilirik ki, havanın temperaturu artdıqca onun su buxarını saxlama qabiliyyəti də artır. Məsələn, deyək, tutaq ki, havanın temperaturu 20 dərəcə Selsidirsə, mənfi 20 dərəcə daha doğrusu Selsidirsə, 1 metr kub havada təqribən 1 qram su buxarı ola bilər. Yəni 1 qram su buxarını saxlaya bilər. Havanın temperaturu tutaq ki, artıb 10 dərəcə Selsi oldu. Bu zaman təqribən 2,5 qram su buxarı saxlaya bilir 1 metr kubda. Havanın temperaturu 0 dərəcə qalxsa, təqribən 5 qram su buxarı saxlaya bilir. Havanın temperaturu müsbət 10 dərəcəyə doğru qalxsa, təqribən 9 qram su buxarı saxlaya bilir. Havanın temperaturu 20 dərəcə Selsiyə qalxsa, təqribən 17 qram su buxarı saxlaya bilir. Havanın temperaturu müsbət 30 dərəcə olarsa, təqribən 30 qram su buxarı saxlaya bilir. Yəni biz diqqət yetirsək görə bilərik ki, havanın temperaturu nə qədər yüksək olsa, bu zaman havanın belə deyək, su saxlama qabiliyyəti daha da çox olur. Məsələn deyək, hava tutaq ki 30 dərəcədir. 30 dərəcə olanda 1 metr kubda 30 qram su buxarı saxlaya bilər. İndi biz burada gəlin görək, doymuş hava nədir? Doymamış hava nədir? Doymamış hava. Biz gördüyümüz kimi 30 dərəcə, havanın temperaturu 30 dərəcədirsə, 1 metr kubda 30 qram su buxarı saxlaya bilər. Əgər havada, belə deyək, 30 dərəcə temperaturda 1 metr kub havada 30 qramdan az su buxarı varsa, məsələn 20 qram, 25 qram su buxarı varsa, bu doymamış hava hesab olunur. Lakin 30 dərəcə temperaturda 30 qram və onun üzərində olan su buxarı varsa, buna biz doymuş hava deyəcəyik. Yəni deyirəm, 30 qramdan əgər azdırsa doymamış, 30 qram və ondan çoxdursa doymuş havadır. Təbii ki, yağıntının da baş verilməsi doymuş havada baş verir. Məsələn deyək, havanın temperaturu 30 dərəcədir və 1 metr kubda 36 qram su buxarı var. Məsələn deyək, 36 qram su buxarı var. Düzdürmü? Bəs 30 dərəcə maksimum nə qədər suyu özündə saxlaya bilər? Su buxarını özündə saxlaya bilər? 30 qramı. Düzdürmü? 30 qram. Demək, nə qədər artıqlıq yaranda? 6 qram. Deməli, hər metr kubda 6 qram yağıntı düşə bilər. Yəni su buxarı ayrıla bilər. Yenə deyirəm, yağıntının baş verməsi üçün mütləq
doymuş hava olmalıdır. Və havanın temperaturu nə qədər çoxdursa, onun özündə su buxarını saxlama qabiliyyəti çoxdur və yağıntının baş vermə ehtimalı azdır. Amma təbii ki, havanın temperaturu aşağı düşdükdə bu zaman yağıntının baş vermə ehtimalı daha çoxdur. Çünki havanın temperaturu azaldıqca onun özündə su buxarı saxlama qabiliyyəti daha da azalır. Məsələn deyək, bir daha qeyd edirəm. Tutaq ki, havanın temperaturu 10 dərəcədir və havada 1 metr kubda 13 qram su buxarı var. Deməli, bu maksimum 9-unu saxlaya biləcək və hər metr kubda 4 qram su buxarı ayrılacaq. Yəni, yağıntının baş verməsi, yəni yağıntı hadisəsinin baş verməsi özünü göstərəcəkdir. Məsələn, buna aid biz məsələlərə baxa bilərik. Tutaq ki, deyirəm ki, havanın temperaturu, qısaca yazıram, havanın temperaturu 30 dərəcə Selsidir və nisbi rütubətlilik 60 və yaxud da 80%dir. 80%dir. Havanın temperaturu 20 dərəcə Selsiyə dək azalarsa, hər metr kubda nə qədər su buxarı ayrılır. Biz bu məsələni bilmək üçün ilk öncə həll edə bilmək üçün ilk öncə havanın nisbi və mütləq rütubətli anlayışından tanış olmalıyıq. Yadda saxlayaq ki, mütləq rütubətlilik havada müəyyən bir temperatur şəraitində havada olan faktiki su buxarının miqdarına biz deyəcəyik, təbii ki, mütləq rütubətlilik. Məsələn, deyək, havanın temperaturu 30 dərəcədir və 1 metr kubda 20 qram su buxarı var. Məsələn, deyək, bu olacaq və yaxud da 15 qram su buxarı var. Bu olacaq faktiki su buxarıdır bu. Yəni, yer səthində olan, daha doğrusu, həmin temperatur şəraitində havada olan faktiki su buxarı nə qədərdir? 15 qram. Bu faktiki su buxarının qramlarla miqdarını mütləq rütubət deyəcək. Demək, mütləq rütubət nə qədərdir? 15 qram. Nisbi rütubət isə, yadda saxlayaq ki, həmin su buxarının, məsələn deyək, 15 qramdır. Həmin su buxarının, həmin hava 30 dərəcə maksimum nə qədər su buxarı saxlaya bilərdi? Bayaq dedik. Saxlaya bilərdi 30 qram. Maksimum nə qədər su buxarı saxlaya bilərdi? Həmin maksimal saxlaya biləcəyi suyun miqdarına nisbətinin faizlə göstərəcək. Yəni, 100% olan hasilindən biz tapacağıq. Təbii ki, 15-i biz 30-a böləndə 0,5, bu da 50% olduğunu göstərə bilərik. Yəni, biz buradan müəyyən etdik ki, edə bilərik ki, təbii ki, nisbi rütubətli tutaq ki, 50%. İndi bizə də burada deyir ki, havanın temperaturu 30 dərəcədir və nisbi rütubətlilik 80%dir. Havanın temperaturu 30 dərəcədirsə, maksimum, yəni 100% nə qədər su buxarı özündə saxlayır? 30 qram, düzdürmü? Və bəs 80%dirsə nisbi rütubətlilik, deməli 1 metr kubda nə qədər su buxarı var? Təbii ki, biz buradan hesablama aparsaq görə bilərik ki, 24 qram su buxarı mövcuddur. İndi gəlin fikir verək. Havanın tutaq ki, temperaturu 20 dərəcəyə düşdü. 20 dərəcəyədək azalıb, 20 dərəcəyə düşüb. 20 dərəcə hava maksimum nə qədər su buxarı saxlaya bilərdi? Bayaq qeyd etmişdik. Maksimum, yəni 100% 17 qram ola bilərdi. Düzdürmü? Amma havada 24 qram su buxarı var. 24 qram su buxarı varsa, deməli 7 qram su buxarı ayrılacaq. Aydın oldu mu? Yəni ki, belə deyək, 20 dərəcə havanın temperaturu, bu hər metr kubda bunun 17 qramı maksimum saxlaya bilər. Yerdə qalan yağıntı isə, yəni yerdə qalan su buxarı isə daha doğrusu ayrılacaq və yer səthinə yağıntı formasında düşəcəkdir. Və yaxud da digər bir suala baxaq. Deyirəm ki, havanın temperaturu
10 dərəcə Selsidir və nisbi rütubət tutaq ki, 50%-dir. Deyirəm ki, havanın doyması üçün hər metr kubda nə qədər su buxarı çatışmır. Bəs bunu biz necə həll edə bilərik? Biz bilirik ki, havanın temperaturu 10 dərəcədirsə, 10 dərəcə temperatur maksimum nə qədər su buxarı saxlaya bilər? 9 qram, düzdürmü? Maksimum demək 100% 9-dursa, nisbi rütubətli 50%-dirsə, deməli havada faktiki olaraq nə qədər su buxarı var? Təbii ki, 4,5 qram su buxarı var, düzdürmü? Bəs 10 dərəcə temperaturda 1 metr kubun doyması üçün 9 qram su buxarına ehtiyac vardır, düzdürmü? Amma faktiki olaraq 4,5 var. Demək, nə qədər çatışmır? Elə demək 4,5 qramı da çatışmır. 4,5 qram da üzərinə əlavə etsək, bu zaman təbii ki, hava doymuş havaya çevrilə bilər. Biz hesablama aparsaq görə bilərik ki, təqribən 70% nisbi rütubətli olacaqdır. Gördünüzmü? Yəni havanın temperaturu aşağı düşən kimi nisbi rütubətliyi də təbii ki artıb 70% oldu.